Xoş gördük hamınızı. Bugün Saz Söz Məclisi maraqlı bir istiqamətdə təqdimatı düşünür. Çox yaxın zamanlarda tanıdığımız və ifalarla hamının ürəklərini fəthləyən iki gəncimizi dəvət eləmişəm. Toğrul Ataxallını və İmralı Fikrətoğlunu. Bu gənc ifaçılar son bir neçə ildə öz ifa tərzlərindən, ifalarındakı yeniliklərlə, öz üzərlərindəki çalışmalarına diqqət çəkməkdədir. Mən düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan aşıqlığının ən ləyaqətli təmsilçiləri kimi ortaya çıxacaqlar. Maraqlıdır ki, onların kökü köməkli deyil, aşıqlığın dərin qatlarına gedir. İmralının atası Fikrət rəhmətlik böyük ustad idi və o özünlə bağlı bizim üçün çox unudulmaz xatirələr, ifalar qoyub gedibdir. İmralı da yolu davam elətdirir. Qardaşımız Toğrula gəlincə, Toğrul köklü Ataxal və Gədəbəy ənənəsinə bağlıdır və özünün dastançılıq keyfiyyətlərinə çox diqqət çəkən bir aşıqdır. Bugünkü tədbirin də hazırlanması onun ikisinin istəyi ilə ortaya gəldi. İstədilər ki, özlərinin birgə ifalarını təqdim eləsinlər və bu birgə ifalarında görəcəyik ki, hansı keyfiyyətlər var. Bu gənclər hansı nöqtələrə doğru gedirlər və hamımızın ürəyindən olan bir təqdimat ortaya gələcək. Onları müşahidə edən balabançıya da ehtiyac yoxdur, ustaddır. Həqiqətən sözün həqiqi mənasında bir balaban ustadı Ələkbər Ələkbəri buradadır. Sənətindən gənclərə dəstək verəcək və hamımızın gözü könlü sazın sözün üstündən köklənmiş olacaq. Bəri başdan hamısına uğurlar arzulayıram, meydan aşıqlarımıza veririk. Çox sağ olun, Məhərrəm müəllim. Gözəl təqdimata görə və biz gənclərə verdiyiniz qiymətə görə, diqqətə görə, təbii ki, bütün gənclərə verilən diqqət, göstərilən qayğı bizə ünvanlanır, eyni zamanda bizə göstərilən diqqət digər gənclərə ünvanlanır. Təşəkkür edirəm sizlərə. Deyirəm, sənətkar yoldaşlarımız, məclisi bir dərviş havasından başlayaq. Sözlər də böyük ustadımız Məzahir Daşkından olsun. Deyrək belə salıbıdı günlərim, ay balan elə əlvanlar ayıb. Elə qohumdan, qardaşdan yoxdur, harayım ölürəm, öldürmə məni. Ay elə bəladan sökülməy ömür sarayım. Elə uçan tağların öğren ola
Elə uçan çağlarını görən olaydı. Aşıq İmralı, mən hər zaman eşitdiyim bir söz var ki, həm də bunun şahidi olmuşam və buna inanıram. Deyirlər, usta doğulu şəhər də olmaz. Birinci düşünürdüm, nəyə görə usta doğulu şəhər də olmaz. Sonra dərk elədim ki, usta doğulu elə ustad ocağında doğruluq gözünü açandan, boya başa çatandan evdə saz eşidir, söz eşidir, ustad kəlamları eşidir, elə o istiqamətdə də yön götürür. Eyni zamanda sənin səsində də mən, Allah atana rəhmət eləsin, Fikrət Körpülüyə, sənin səsindən də mən Fikrət Körpülünü haradasa xatırlayıram. Bu yerdə ustadına da, Aşıq Hacı Qazaxlıya da Allah can sağlığı versin. Yəni, oradan gəlir bu ənənə, o səsin çalarları. Amma Aşıq Fikrət Körpülünün həm də gözəl şeirləri var. Deyirəm, bəlkə hansısa bir şeir ürəyindən keçirsə, bir ustadı da yad eləyək, Ruşad olsun. Bir orta saat elindən o zaman. Sana həmdəm olmaz, yenə keçir ürəyimdən. Sərin soyuq qulaqlardan içmək keçir ürəyimdən. Ay karanlık
gəldi ova, çınar dürmək qızıl qaya, geçə yaldan hər bir yana, baxmaq keçir ürəyindən, vətən keçir ürəyindən. Aşığım Ral, deyirəm bir havada Mirzəcan havası oxuyaq, sözlər də ustadımız Ustad Ələsgərdən olsun. Məni bir ala göz ceyran öldürür. Kılıçsız tüfeksiz alır canımı kimse bilmir. Pünhan pünhan öldürür. Görək daha necə öldürür.
Canım var yara kurban eylerem, el de desin, aşık kurban öldürür. Ay balabancı, bilirsən ki, hərə közü özünə tərəf çürüyür. Allah ustada rəhmət eləsin, Azadlı Mikail mənim babamın yaxın dostu olur, uzun illər dostluq edirlər. Həm də mənim özüm də toza ködürlü əsir düşmüşəm, bunu bilirsən. Deyirəm, bir havada ustaddan oxuyaq qoy, məclisimizə hər babam olsun. Azadlı duetisi elə ustadın öz yaratdığı hava. Başdan başa qocalmayın ürək səni. Yalvarıram cavan yaşa, qocalmayın ürək səni. Başındadır ayhi servetim, sinandadır servetim. Alem 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 ay derdim, ay derdim, ay derdim. Zalim eşiğim mehabetim, mehabetim, qocalmayla
başımdadır hiss sərvətim, canımdadır səltənətim. Başımdadır hiss sərvətim, sinəmdədir səltənətim. Canım, eşqim, məhəbbətim, qocalmayla ürək sənin. Qəlb mehri mahi sənsən, qəlb mehri mahi sənsən, varlığımın aşağı sənsən. Leyli 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 balam ay leyli balam ay leyli balam. Ustad Balabancı deyirəm, bir köhnə gözəlləməyə də köhnənək, sözlər də Orxan Paşadan olsun. Mələklər də bilir səndən küsmüşəm, durna olub kök götürür əhvalım. Mələklər də bilir səndən küsmüşəm. Qalmışam ey küncə gəzmirəm, Təbriz axtarmıram ey Gəncə gəzmirəm, Gəncə gəlmirəm, Gəncə gəlmirəm. Of, belə heç sənə bənzəyən ey Gəncə gəzmirəm, çiçəklər də bilir ey səndən küsmüşəm, səndən küsmüşəm, səndən küsmüşəm.
axşam kündə gəzmirəm, Təbriz axtarmıram, Gəncə gəzmirəm. Heç sənə bənzəyən qönçə gəzmirəm, çiçəklər də bilirsən, mən bilirəm. Dəlbələdən su Volkan Paşa dillərini, ləpələndir ağlar, gözlü gözlərim, salam gözlərim, o qədər yanım. Adana sorayınızdan ay gözəl, ay gözəl, ay gözəl yollamıram yerlərini. Nədən su Volkan Paşa dilləri, ləpələnmir ala gözlü gölləri. Sorarınca yollamıram yerləri, küləklər də bilir, səndən küsmüşəm, mələklər də bilir, səndən küsmüşəm. Bəli, gəldik, çıxdıq bugünkü görüşümüzün də son ifasına. Məhərrəm müəllim, deyirəm, bir qəhrəmanın havasından, sənətin padşahından Abbas Tufarqanlıya bir müraciət edək, Abbas Tufarqanlının yaradıcılığından bir qəhrəmanı. Başına məndədir ala gözbərim, başına məndədir ala gözbərim, aparırım aymayanlarım. Ağ başda qalmaz, ruhda bədəndə, ağ başda qalmaz, ruhda bədəndə, eylədim tanırlar, aymayanlarım. Başına məndin, mala gözlərim, apardın ağlımı, ay bu yandadır. Ağıl başdan getdi, ruh da bədəndən, eylədin kərvan, ay bu yandadır.
Halaldan demeyen bulunmaz haram. Küflar meclisinde ben orada varam. Seyrabı adamla hepsi olmaz aram. Şeytandır kelinden. Ay bu yandadır. Ya derim belki senin de gözünü alsam. Abbas ay belə keçdi. Dolandı rüzgar, ay belə keçdi. Sallandı bir fərim, ay belə keçdi. O səbəbdən dedim, ay bu yandadır. Çox sağ olun əzizlərim. Həmişə sazlı sözlü günlərdə olasanız.